Hörmətli dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşlarım. Bugünkü Gələcəyin İşığı FM radiosunun efirində biz insan hüquqları çərçivəsində ən önəmli və əhəmiyyətli məsələlərdən birinə uşaqların təhsil alma hüququna diqqət yetirəcəyik. Mən Mədinə Babayeva 7 sinif şagirdi olaraq sizə bu verilişdə uşaqların təhsil hüququnun tarixi, hüquqi çərçivəsi, sosial və iqtisadi əhəmiyyəti, eləcə də Azərbaycanın bu sahədəki uğurları və perspektivləri barədə geniş, ətraflı və elmi əsaslarla zəngin məlumat təqdim edəcəyik. Həmçinin qeyd etmək istərdim ki, bu veriliş radiomuzun 4-ci buraxılışıdır. Uşaqların təhsil hüququ yalnız onların bilik və bacarıqlarını inkişaf etməsi üçün deyil, həm də onların şəxsiyyətinin formalaşması, sosial adaptasiya və gələcək cəmiyyətdə faydalı fərdlər kimi yetişməsi üçün həyati əhəmiyyət daşıyır. BMT-nin uşaqların hüquqları konvensiyasına əsasən hər bir uşaq təhsil alma hüququna malikdir və bu dövlət bu hüququ təmin etmək üçün zəruri tədbirlər görməlidir. Statistik məlumatlara görə dünya üzrə təxminən 258 milyon uşaq və yeniyetmə məktəbə getmir. Bu isə göstərir ki, təhsilin əlçatanlığı və keyfiyyəti hələ də qlobal problem olaraq qalır. Təhsil ilk növbədə uşağın şəxsiyyət və inkişafını təmin edən ən mühüm vasitədir. Elm və psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, məktəb yaşı dövründə əldə olunan bilik və bacarıqlar uşağın intellektual, emosional və sosial inkişafına birbaşa təsir göstərir. Təhsil sayəsində uşaq analitik düşüncəni, problemləri, həll etmə bacarığını, etik və sosial davranış qaydalarını mənimsəyir. Azərbaycan təhsil sistemində uşaqların təhsil hüququna xüsusi önəm verilir. Konstitusiya və Milli Təhsil Strategiyasına əsasən hər bir uşaq yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq məktəbə getmək hüququna malikdir. Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbi bu hüququ təmin etmək üçün bütün şəraitlər yaratmışdır. Müasir dərs otaqları, ixtisaslı müəllim heyəti, zəngin dərs proqramı və əlavə təhsil imkanları. Uşaqların təhsil hüququ məktəb binasının mövcudluğu ilə bitmir. O, həm də keyfiyyətli və inklüziv təhsilin təmin edilməsinin, fərdi yanaşmanın tətbiqini və təhsil mühitinin təhlükəsiz olmasını tələb edir. Beynəlxalq statistik göstəricilər göstərir ki, inkluziv və bərabər imkanlı təhsil uşaqlarının akademik göstəricəni artırmaqla yanaşı, onların sosial adaptasiyasına və emosional sabitliyini də müsbət təsir göstərir. Əziz məktəb yoldaşlarım, təhsilin sosial və iqtisadi əhəmiyyətini də unutmayın. Təhsil almış fərdlər gələcəkdə əmək qazanında daha rəqabətli olur, daha yaxşı həyat şəraiti əldə edir və bu cəmiyyət inkişafına töhfə verir. BMT-nin təhsil və inkişaf üzrə statistik məlumatlarına görə məktəb yaşı uşaqların təhsilinə cəlb olunması hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi ilə çox bağlıdır. Yəni, uşaqların təhsil hüququna verilən önəm birbaşa olaraq ölkənin gələcəyini müəyyən edir. Təhsil hüququ həm də hüquqi və etik aspektdə mühümdür. İnsan hüququ sahəsində aparılan tədqiqatlar göstərir ki, təhsilsiz uşaq sosial diskriminasiya və iqtisadi çətinliklərlə üzləşir. Təhsil hüququnun təmin edilməsi isə uşaqların potensiallarını realizə etməsi, bərabər imkanlardan faydalanması və gələcəkdə məsuliyyətli vətəndaş olması üçün əsas şəraitdir. Azərbaycanın bu sahədəki uğurları diqqətə layiqdir. Son illər ərzində ölkədə məktəb şagirdlərinin əhatə dairəsi əhəmiyyətli dərəcədə artmış, təhsil infrastrukturunun modelləşdirilməsi və müəllim heyətinin ixtisasının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Lənkəran rayonunda da hər bir uşaq üçün keyfiyyətli təhsil imkanları yaradılmışdır. Məktəbimizdə tətbiq olunan innovativ dərs metodları, interaktiv təhsil sessionları və əlavə təhsil proqramları üçün uşaqların təhsil hüququna praktik realizə xidmət edir. Uşaqların təhsil hüququ həmçinin onların mədəni, etik və sosial inkişafına təsir göstərir. Məktəb mühiti uşaqların kollektivdə əməkdaşlıq bacarıqlarını, liderlik qabiliyyətini, ictimai fəallığını və məsuliyyət hissini formalaşdırır. Bu aspektlər uşaqların gələcək uğurlu vətəndaş kimi yetişməsi üçün mühüm şəraitdir. Beynəlxalq təcrübəyə nəzər salsaq, təhsil hüququnu təmin etmək üçün müxtəlif ölkələrdə inkluziv və bərabər imkanlı proqramlar tətbiq edilir. Bu proqramlar göstərir ki, hər bir uşağın təhsil hüququna hörmətlə yanaşmaq cəmiyyətin inkişafını sürətləndirir, sosial ədaləti gücləndirir və gələcək nəsillərin həyat keyfiyyətini artırır. Əziz dinləyicilər, uşaqların təhsil hüququ yalnız onların şəxsi inkişafı üçün deyil, həm də o cəmiyyətin rifahı və gələcəyin inşası üçün həyati əhəmiyyət daşıyır. Bu hüququ qorumaq hər bir uşağın bərabər imkanlarla təhsil almasını təmin etmək bizim kollektiv məsuliyyətimizdir. Beləliklə, hörmətli dinləyicilər, bugün biz yalnız uşaqların təhsil hüququna danışmırıq. Biz onların gələcəyi üçün bərabər imkanların təmin edilməsini, sosial ədalətli möhkəmləndirilməsini və cəmiyyətin inkişafını qeyd edirik. Mən Mədinə Babayeva Gələcəyin İşığı FM radiosunun efirində siz səmimi salamlarımı çatdırır. Hər bir uşaq təhsil hüququna hörmətlə yanaşmaq vacibliyini vurğulayır. Gəlin bu hüququ qoruyaq, gələcək nəsillərin ümid və bilik dolu bir dünya bəxş edək.